A plus B minus C bölünsün D-ni bizdən istəyir. İndi bu sualda gəlin bunları yəni alt-alta yazaq. Necə? Baxın, indi bunları 5x kubu plus a çıxılsın b-nin x kvadrat və plus 2. İndi buradan baxın. Burada görsək və bunlar baxın bərabərdir. Yəni bərabərlik şərtini mütləq burada bilməliyik. İndi bunlar bərabər olduğuna görə. Əgər bunlar eynidirsə bunda bunlar da eyni olacaq. Yəni a çıx 3 bərabər 5. Əgər bunlar eynidirsə onda bunlar da bərabər olmalıdır. Onda a çıx b bərabərdir 2. Burada baxıram x. Baxın, burada yoxdur x. Onda mən buna yazaram. B çıx c bərabərdir 0. İndi burada da d-miz nədir? Sərbəst hədd. Burada da d və 2. Burada da oldu d2. İndi buradan a 8. Buradan b də olacaq 6. Buradan c olacaq 6. Elə d də 2. İndi bizdən a plus b çıxılsın c və böl d-ni istəyir. Bu da eləyər 4. Cavabımız 4.